Avtobus o günler geldi, açtı orada. Yanbeke düştü. Bilmirik dərdimizi kimə deyək. İcraya gelsən icra yoxdur. Bələdiyyə gelsən bələdiyyə yoxdur. 217 nömrəli avtobus ümumiyyətlə buraya girmir. Abşeron rayonu Çingiz Mustafayev küçəsindəyik. Qaynar xəttimizə daxil olan şikayətdə sakinlər bildirir ki, küçədə aparılan qazıntı işləri bir neçə gündür yarımçıq vəziyyətdə saxlanılıb. Nəticədə 217 nömrəli marşrut avtobusu əraziyə daxil ola bilmir. Hazırda yol çala-çuxur və çökək vəziyyətdədir. Sakinlərin sözlərinə görə yaranmış vəziyyət xüsusilə yaşlılar, məktəblilər və işə gedib gələn insanlar üçün ciddi çətinlik yaradıb. Onlar avtobusdan istifadə eləmək üçün hər gün Kürdaxanı dairəsinə qədər piyada getmək məcburiyyətində qaldıqlarını deyirlər. Bugünkü gündə yollar pis gündədir. Mən özüm buralarda sürürəm maşını, yəni ki, maşının salamat yeri qalmayıb. Uşaqlar məktəbə gedə bilmir, avtobus işləmir. Bir dəfə asfalt çəkirlər, 5 gündən sonra dağım dağılır. Burada suyun da günahı yoxdur, çəkənin günahıdır. Düzgün çəksə su axıb çıxıb gedər. Yolu görürsünüz də. O günlərin biri batıb qalmışdı orada. Avtobusun gəlməməyi yoldan asılıdır. Çox əziyyət çəkirik. Körpə uşaqlarımız var, məktəbə gedir. Maşınlar gəlib, hətta məhəllədən də gəlib maşın aparmır. Qurana and olsun demişəm 100 maddə mən verirəm. Bir-iki maşın heç olmasa iri daşlardan orada tökmək lazımdır ki, hələlik asfalt çəkilinəcən. Yaxşı, sən bələdiyyə, nə işinə baxırsan? Sən 200 maddə 300 madın yoxdur? Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, intensiv yağışlardan sonra yol örtüyü yuyulduğundan belə vəziyyət yaranıb. Hazırda ərazi nəzarətdə saxlanılıb, yenidən tədbirlər görüləcək. Uzun müddətdir bu vəziyyətdə olan yolların əslində nə vaxt düzələcəyi isə görünür taleyin ümidinə qalır.